Bepuşluq. Əfsuski, hazırki yaşlarımız ortasında köp uçrab turğan kəsəlliklərdən biri, yəni fərzənd görülməslik. Bu bizədə hazır ailədə 2-3 ay ötkəndən keyin fərzənd görmündürmü, gəlin boyuna kamindürmü deyib sırazı doktor yügürtüb başlaydılar. Baxalən ki, bu doktora barğandan keyin gəlinnəm, güyönəm, analizlərəm cayında, həmmə nərsəsi normalni, lekin fərzənd olmuyundurdu. Ular darı yazadı, ukol yazadı və orqanizm işləb durğan fəaliyyətinin bızısını alıb gəlişi mümkün. Hormonal terapiya etədilər. İndi hörmətli ata-analar, fərzəndlərinizdə əgər bir il mabeyində fərzəndsizlik qıynab durğan bolsa, bir ildən keyin yenə vraça müraciət etişiniz mümkün. Bir iləcə bepuşluq saplanmaydı. Bir il orqanizmi özünə qoyub bərin, bu özü bir-birinə örgəngən halətdə hamiladar boluşu mümkün. Lekin bir ildən ötübəm getib müraciət etdirmə yaşlarımızdan uçrab durdu. Bir də köpüncə əyallara nisbətən erkəklərdə muammalar köp olub durdu. Yəni spermogrammasını faizi pəsliki, vəbşi ya ki nölliki, şu nərsə kətdə rol oynab durdu. İndi əvvəlki statistikaya koridon bolsaq, hazırki gündə yaşlarımızda köpkinə amıllar səbəb spermasını faizi düşdürdü. Bu qaysı amıllarda hesablayırıq? Elektronikanı köpəyib getişi, yəni telefon, ya ki şuna oxşar aksesuarlar, yəni orqanizmin nurlanış dairəsi gen variator. Bizəni yeyib içib durğan nərsəmizin assortimenti köpəyib getdi. Yəni energetiklər, hər xil rəngli içimliklər, qazlı içimliklər, spirtnoy və hakaza. Xuddi şunaka təməki məhsullatları. Hazırki gündə yaşlarımız ortasında köp uçrab durğan nərsə. Şuların həmməsini yığındısı əfsus ki, şu spermanı faizına təsir göstərib, bu gələcəkdə bepuşluğa alıb gətirdi. Şunun üçün fərzəndimizdə yaşlığından şu nərsəyə kətdə etibar bərədən bolsaq, gələcəkdə bepuşluq kəsəlliginə uçramaydı. Əgər sizni ya ki yaxınlarınızda şu muamma qıynab durğan bolsa, bizə müraciət qılsanız, konsultasiya qılamız və gərəkli tövsiyələrini bərəmiz. Fikir mülahazalarınızı kommentariyada qaldırsınız.